Millət vəkilləri, indi isə biz keçid alırıq aktual mövzular ətrafında çıxışlara. Səid bəy, mikrofon açın zəhmət olmasa və hazırlaşsın Ağası bəy. Buyurun Səid bəy. Təşəkkür edirəm, hörmətli sədr. Bütün millət vəkillərini və eyni zamanda qonaqları salamlayıram. Həqiqətən ölkədə çox ciddi problemlər gedir. Bunlardan biri də və mən deyərdim ki, birincisi eyni zamanda uşaq hüququndan da və digər məsələlərdən də bir narahat edici bir məsələ olan dünyaya gələn uşaqların sayının ciddi şəkildə azalmasına və eyni zamanda yeni qurulmuş ailələrin dağılmasına səbəb olan KSR əməliyyatının fəsadları haqqında danışmaq istəyirəm bu günləri. Burada bir neçə rəqəmlər verəcəm. Xahiş edirəm bu rəqəmlərə biraz diqqətli yetirək. Azərbaycanda ümumi doğuşların azalmasına baxmayaraq KSR əməliyyatının sayı artıb. 2005-ci ildən sonraki müddət ərzində Azərbaycanda ən çox doğuş 2011-ci ildə olsa da, həmin ildə KSR kəskin əməliyyatının sayı ötənki il qədər olmayıb. 2011-ci ildə 175 doğuşun yalnız 25.960-ı KSR kəskin əməliyyatı ilə edilib. 2012-ci ildə 173.376 doğuşun 30.794-ü, 2013-cü ildə 171.508 doğuşun 28.954-ü, 2014-cü ildə 168.889 doğuşun 30.561-i, 2015-ci ildə 164.614 doğuşun 45.942-si, 2016-cı ildə 158.051 doğuşun 46.555-i, 2017-ci ildə 142.710 doğuşun 47.760-ı KSR əməliyyatı ilə olub. Ölkədə hər 100 doğuşa düşən KSR əməliyyatının sayı da artıb. Azərbaycanda 2014-cü ildə hər 100 doğuşun 18.1-i, 2015-ci ildə 27.9-u, 2016-cı ildə 29.5-i, 2017-ci ildə isə 33.5-i KSR əməliyyatı ilə baş tutub. KSR əməliyyatı dünyada ən çox yayılmış 10 əməliyyatdan biri hesab edilir. Həkim ginekoloqların sözlərinə görə son illərdə Azərbaycanda KSR əməliyyatı ilə uşaq dünyaya gətirən qadınların sayı artıb. Hətta tibbi müayinə ilə və analizlərdən yüksək nəticə ilə çıxan ciddi problemi olmayan qadınlarımız belə əməliyyata üst tutur. Görəsən bunun səbəbi nədir? Qadınların genetik yapısında dəyişim mi olub, yoxsa xanımlara nə olub ki, özlərini əməliyyata doğratmağa razı olub? Bu suala cavab olaraq çox vaxt isə hamilələrlə aparılan söhbət zamanında ortaya çıxır ki, həkimlər özləri KSR əməliyyatını uyğun görürlər. Çünki KSR əməliyyatının zamanını, gününü və saatını həkimlər tərəfindən müəyyənləşdirilir. Bu isə onların işini asanlaşdırır. Araşdırmalarımın və aldığım bir çox məlumatlardan həkimlər xanımları psixoloji təsir göstərərək KSR əməliyyatına da sürükləyirlər. Doğuşun bu növü ilə bağlı təzadlar, fikirlər çoxdur. Bəs statistik rəqəmlər bu fikirləri təsdiqləyirmi? Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi məlumatı əsasən 2023-cü ildə ölkədə 111,8 min doğuş qeydə alınıb. Onların 76,7 min normal doğuşlardır. Bu məlumata əsasən deyə bilərik ki, 2023-cü ildə Azərbaycanda 35,1 min qadın KSR üsulu ilə uşaq dünyaya gətirib. Verilən statistikaya inansaq, 2017-ci ildən 2023-cü ilədək dünyaya gələn körpələrin sayında ciddi düşüşlər vardır. Yəni, bu rəqəm 2017-ci ildə təqribən 143 min olubsa, 2023-cü ildə isə təqribən 112 min körpə olub ki, bu da 31 min körpənin azalması deməkdir. 2011-ci illə müqayisədə isə bu fərq təqribən 63 min körpəsinin azalması deməkdir. Üzərində il ərzində ölən körpələrin də sayını əlavə etsək, bu say 2011-ci il üçün müqayisədə təqribən 67 min körpənin itirilməsi deməkdir. Bu bir genosiddir. Görən bunun əsas səbəbi nədir?
düşünürəm ki, bunun əsas səbəblərindən biri də keysəriyyə əməliyyatının olmasıdır. Reallıq isə daha vahim olduğunu düşünürəm. Burada sizlərin diqqətinə keysəriyyə əməliyyatının fəsadları və hansı risklər olduğunu çatdırmaq istəyirəm. Sözü gedən doğumda sonra baş verə biləcək bəzi risklər aşağıdakılardır. Əməliyyat ilə doğulan körpələr doğuşdan sonra tez-tez nəfəs almasına səbəb olan tənəffüs problemləri yaşaya bilirlər. Əməliyyat ilə doğulan körpələr baş və üz nahiyələrində kəsiklər və cızlıqlar olması riski, əməliyyat olan ana namizədlərin tikiş sahəsinə infeksiya inkişafı edə bilər. Doğuşdan sonra anada çox qanaxma ola bilər. Güclü qanaxma nəticəsində gələcək anada qan itkisi baş verir. Qan itkisi də çox zaman həyat riski yarada bilir. Keysəriyyə ilə doğuş zamanı ana namizədin ağrı hiss etməməsi üçün ona yerli və ya ümumi anesteziya verilir. Alınan anesteziya nəticəsində orqanizmdə anesteziyaya qarşı reaksiya baş verə bilər. Əməliyyat dərin venada, xüsusən də ayaqlarda və ya çanaqda qan laxtalanması riskini artıra bilir. Bir qan laxtalanması ağciyərlərə getdikdə və qan axınına maneə törətdikdə ağciyər emboliyası meydana gəlir. Ağciyər emboliyası həyat üçün təhlükə yarada bilir. Bu sadalananları nəzərə alsaq, ana ölümünün bu qədər artmasının səbəbi həkim səhlənkarlığı nəticəsində olduğunu görürük. Sosial şəbəkələrdə yayılan məlumatlar əsasən ana ölümlərində bir qırmızı xətt keçir, qan axması. Bu da keysəriyyə əməliyyatının nəticəsində olan bir problemdir. Bundan əlavə olaraq yuxarıda sadalanan hallarda demək olar ki, hamısı ölüm riskli hallarıdır. Körpə ölümünün artması da bu səbəblə olduğu açıq-aydın görülür. Bundan əlavə olaraq keysəriyyə əməliyyatı ilə dünyaya gələn və sağ qalan uşaqlarda bir çox problemlər görülməkdədir. Bunların önündə allergiyalar, tənəffüs yolları problemləri gəlir. Bəs bunların əsas səbəbi nədir? Normal doğuş zamanı uşaq ana bətnindən çıxdıqda uşaqlıq yolunda uşağı mühafizə edən və eyni zamanda təməl immunitet sistemi bünövrəsi üçün ana cüzdan tərəfindən hazırlanmış probiotiklərə qarşılaşır. Probiotiklər uşağın tən bədənini örtərək ətraf mühitə qarşı qoruma təbəqəsi yaradır. Bundan əlavə olaraq ağız yolu daxilə keçərək bütün orqanların mühafizə sistemini yaradır. Keysəriyyə əməliyyatı ilə olan uşaqlar isə bu mühafizə sistemindən məhrum buraxılır. Bu səbəbdən də bu uşaqlarda allergiya və bir çox sağlamlıq problemləri yaşanır. Bəs bu problemlərdən qurtarmaq mümkündür? Hər şey insanın öz əlindədir. Bundan qurtarma yolu fitoterapiyadan keçir. Hansı ki, Avropa ölkələri artıq fitoterapiya və fizionomiya tədavi metodlarına keçirlər. Bundan əlavə olaraq körpələrin ana südü ilə bəslənmək tövsiyə edirlər. Süni uşaq qidaları istifadə etmirlər. Süd problemi olan analar nəzər bir məsələ çatdırmaq istəyirəm ki, bu problem fitoterapinin köməyi ilə aradan qaldırmaq mümkündür. Yəni, normal təbii qidalanma və bir çox bitkisel çaylardan istifadə etməklə bu problemlərdən qurtarmaq mümkündür. Kimyəvi vasitələrlə deyil, təbii sağlam qidalanma yolu ilə özünüzü və uşaqlarınızı bu problemdən qorumaq hər bir valideynin üzərinə düşür. Kimyəvi vasitələrdən söz düşmüşkən bir məsələni də qeyd etmək istəyirəm ki, kimyəvi vasitələrdən çox istifadə etmək bir çox orqan və xəstəliklər yaradır. Bu xəstəliklər çox vaxt kişi və qadın problemi və sonsuzluq ilə nəticələnir. Bu problemlərdən qurtarmaq fitoterapiya köməyi ilə mümkündür. Yəni, sağlam və təbii qidalanma ilə bütün problemlərdən qurtarmaq mümkündür. Növbəti çıxışımı da kişi və qadın problemləri, sonsuzluq problemləri ilə haqqında geniş məlumat verəcəm. Diqqətinizə görə təşəkkür edirəm.